Birinci suala baxaq. Kvadratın tərəfi ilə diaqonal arasındakı bucağı tapın deyil. Kvadratın tərəfi ilə diaqonal arasındakı bucaq olacaq 45 dərəcə. Çünki kvadratın diaqonalı onun bucağının tam bölənidir. Bax, ikinci suala. Kvadratın diaqonalları arasındakı bucağı tapın. Kvadratın diaqonalları bir-birinə perpendikulyardır deyə olacaq 90 dərəcə. Üçüncü sualda deyir ki, ABCD kvadratdır. AM bərabərdir 2BM, BM x deyirsə AM 2x-dir və burada 90-dır. 90 dərəcəli, deməli, düz bucaqlı üç bucaqda x 2x deməli 30-60 qaydası. 30-60 qaydasına əsasən 30-un qarşısına katet hipotenuzun yarısıdır. Deməli, bucaq A olacaq 30. Yəni, bunun şəklini çəkək qıraqda. Şəkili qıraqda çəkdim. Deməli, bura 2x, x. Onda bu bucaq 30 dərəcə. Biz bilirik ki, kvadratın diaqonalı onun bucağını 2 hissəyə bölür. Yəni 45-45, bura 45-dirsə, onda bu ortada 15 olacaq. Deməli, bizdən də MAC bucağını soruşur, olur 15 dərəcə. Baxıram 4-cü suala. 4-cü suala deyir ki, bizə ABCD rombunda bucaq A alfadır. Romb çəkək. Deməli, ABCD rombu. ABCD rombunda bucaq A alfadır. BCD bu bucaqlarını tapın. Bucaq A alfadırsa, onda bucaq B 180 çıx alfa, bucaq C də alfa, bucaq D də 180 çıx alfa. Yəni, alfa 180 çıx alfa. Olacaq C bəndi. Və 5-ci suala baxıram. 5-ci suala baxıram. Deməli, perimetri 20, iti bucağı 60 olan rombun kiçik diaqonalını tapın. Perimetri 20 kiçik diaqonal, iti bucağı 60-dırsa, rombun yazaq A, B, C, D rombudur. Burada perimetri 20 isə deməli tərəflər. Rombun perimetri 4A üstünə hesablanır. O da 20-yə bərabərdirsə, deməli A bərabərdir 5-ə. A 5-dirsə, tərəflər 5-dir. Tərəflər 5-dir və iti bucağı da 60-dir. İti bucağı 60-dırsa, kiçik diaqonalını çəkdim, B-dir. ABD 3 bucağa bərabər yanlı 3 bucaqdır. Təpə bucağı 60-dırsa, onda oturacağı bitişik bucaqlarda 60-60 və ABD olur bərabər tərəfli 3 bucaq. Onda BD tərəfi də olacaq 5, yəni E bəndi. Rombun deyir 60 dərəcə bucağın qarşısında diaqonal 17 olursa, onun perimetrini tapın. 60 dərəcə bucağın qarşısındakı diaqonal 17 isə deməli bayaqki sualdandır. Bura 17-dirsə, onda bu olur bərabər yanlış bucaq. A, B, C, D yazıram. ABD olur bərabər yanlış bucaq. Çünki bura A-dırsa, burada A-dır. Romb olduğu üçün. Onda bucaqlarda 60, 60. Və buradan çıxır ki, ABD olur bərabər tərəfli 3 bucaq. Bərabər tərəfli 3 bucaqdırsa, tərəf 17-dir. Perimetrdə 4A, yəni 17 vur 4 olacaq 68 E bəndi. Yadda qalsın ki, 60 dərəcəli bucağın qarşısındakı diaqonal həmişə yan tərəfə bərabərdir və yaxud da 60 dərəcənin qarşısına diaqonal veribsə, yan tərəfdə həmin diaqonalın qiymətinə bərabərdir. Burada yəni bərabər tərəfli 3 bucaq yaranır. Bunu qayda kimi yadda saxlayaq. Rombun perimetri 20, hündürlüyü 2,5-də olan iti bucağını tapın. Yazaq, rombun deməli A, B, C, D rombudur. Rombun perimetri 20-dir. Perimetri 20-dirsə 4A bərabərdir 20-dirsə A bərabərdir 5-ə. Tərəf 5-dir. Tərəflər 5 yazdıq. Və deyir ki, bizə hündürlük 2,5-dir. Hündürlüyünü çəkdik 2,5. Düz bucaqlı 3 bucaqda 30-60 qaydasına əsasən, deməli 30-un qarşısındakı katet hipotenuzun yarısıdır. Və bu 30-da burada 60-dır. Bizə deyir ki, onun iti bucağını tapın. İti bucaqda oldu 30 dərəcə, yəni E bəndi. 8 də bundan eyni sualdır. 9 da eyni sualdır. 10-cu suala baxaq. 9 biraz fərqlidir. 9-u yazaq. Rombun perimetri yazıram A, B, C, D rombudur. Rombun perimetri 40. Perimetri 40-dırsa, deməli 4A bərabərdir 40-a, A bərabərdir 10-a. Tərəf 10-dur. Tərəfinə 10 yazdıq. İti bucağı da 30-dur. Olarsa rombun hündürlüyünü tapın. Təzədən hündürlüyü çəkirik. Bura BD hündürlüyüdür. 30-un qarşısına katet hipotenuzun yarısıdır. ABD 3 bucağında. Bu isə 5-dir. Və bizdən də hündürlüyü istəyirdi 5. Yəni A bəndi. 9-cu sualda A bəndi. Keçək 10-cu suala. 10-cu sualda da
2 kvadratın perimetrinin nisbəti 1-in 2-yə kimidir. Kiçik kvadratın tərəfi 5-dir, böyük kvadratın tərəfini tapın. Tərəflərin nisbəti A1-in A2-yə nisbəti bərabərdir P1-in P2-yə nisbətinə. A1-in perimetrinin nisbəti 1-in 2-yədirsə, onda kiçiyin tərəfi 5 isə A1-imiz 5-dir, onda P1-imiz K nisbətindədir. A2-miz tapaq, P2-miz də 2K nisbətindədir, böyükdür. 5-in A2-yə nisbəti bərabərdir K-nın 2K-yə nisbəti. Buradan da A2 bərabərdir 10. Yəni D bəndi 10-cu sualda da. Keçək 11-ə. 11-ci sualda bundan eyni sualda 12-ci suala keçək. Perimetri 34 olan tərəflərindən biri isə 5 olan düzbucaqlının diaqonalını tapın. Düzbucaqlı çəkək. A, B, C, D düzbucaqlısında deyir ki, perimetri 34'dür. Yəni 2 vurulsun A plus B bərabərdir 34'dürsə, A plus B bərabərdir 17'yə. Yəni tərəflərin cəmi 17. Tərəflərin biri isə 5'dir. Biri 5 isə birinə də B yazaq. 5 üstə gəl B bərabərdir 17 isə B bərabər olur 12'yə. Və bizdən də nə istəyir? Diaqonalını. D kvadratı da bərabərdir A kvadrat üstə gəl B kvadratına. O da bərabərdir. Yəni 5'in kvadratı üstə gəl 12'nin kvadratına. Buradan da D kvadrat bərabərdir 15'in kvadratı olur. D də bərabər olur 15'ə. Yəni hansı sual idi? 1 saniyə. Hardasa hesab səhv elədik deyəsən. Burada hesab səhv edib, çünki D kvadratı 13 eləyir. 5'in kvadratı 25, üstə gəl 144, bu da 169 eləyir D kvadratı. D də olacaq 13. 13, demək C bəndi. Baxa, 13-cü sualda eynidir, keçək. 13 də eynidirsə, keçək 14-cü suala. 14-cü sualda deyir ki, bizə ABCD kvadratdır. ABCD kvadratına AM 5'dir. Yəni bu isə 5'dir. Deməli, AM 5'dir. Bucaq 1'in, bucaq 2'yə nisbəti. Bunu kənarda çəkək. Rahat yazaq. A, B, C, D. A, B, C, D'də bizə deyir ki, buradan bir AM çəkilib. Buradan bir AM çəkilib. Bir də AC diaqonal çəkilib və kvadratdır. Və deyir ki, AM 5'dir. AM 5'dir. Bucaq 1'in bucaq 2'yə nisbəti 4'ün 1'ə nisbətidir. Yəni bucaq 1 burada 4K'dır. Burada bucaq 2'yə. Burada K'dır. Biz bilirik ki, diaqonal onu, yəni kvadratı 45 dərəcəyə bölür. Burada 45'dir. Aha. 45'dir. Və buradan Z hərfinə baxsaq. Z hərfinə. Yəni 4K bərabərdir K üstə gəl 45'ə. 4K bərabərdir K üstə gəl 45'ə. 3K bərabərdir 45'ə. K bərabərdir 15 dərəcə. K 15 dərəcədirsə, bizdən də hansını istəyir? MB tərəfini istəyir. Bura 15'dirsə, bu diaqonal bunu 45-45'ə bölürsə, onda bu tərəfə qalır 30 dərəcə. 30'un qarşısındakı bu BM-də, bu AM hipotenuzunun yarısıdır. Yəni 2,5'dir. 30-60 qaydasına əsasən. MB də oldu 2,5. Baxıram 15-ci suala. Kvadratın diaqonalı 7, kvadratın tərəflərin orta nöqtələ arzu birləşməsindən parçalan yaratdığı dördbucaqlının perimetrini tapın. Deməli, bu dördbucaqlının perimetri diaqonalların cəminə bərabərdir. Yəni 15-ci sualda olacaq A bəndi. Yəni P bərabərdir D1 üstə gəl D2. Biz bilirik ki, kvadratın diaqonalları da bərabərdir. Yəni 7 üstə gəl 7 olacaq 14. A bəndə onda bir qaydadır. Aha, burada deyir ki, kvadratın tərəfi 5'dir, 16-cı sualda. Kvadratın tərəfi 5'dir. Ona tərəflərin orta nöqtələrinin ardıcıl birləşməsindən alınan dördbucaqlının perimetrini tapın. Tərəflər orta nöqtəsindən alınan dördbucaqlının perimetri dedik D1 üstə gəl D2'dir. Kvadratın diaqonalları bərabər olduğuna 2 D2. Deməli, biz burada nəyə tapmalıyıq? Kvadratın diaqonalını tapmalıyıq. Tərəfi 5 isə diaqonal tərəfin kök kimisli idi kvadratda. Burada da olur 5 kökçü. Onu da gətir, burada yerinə qoysaq
Deməli, bərabəri 2 vurulsun, diaqonalın yerinə 5 kök 2 yazırıq. Bu da eləyir 10 kök 2. Yəni C bəndi. 16-cı sualda da oldu C bəndi.